Mən sizlə maraqlıdır İlkin bəy. Bu insanın deyirsiniz, böyüməyib hələ. Bəli. Hələ uşaqdır da biz Bəli. ruhumuzdan böyüməyini deyirik. Bu böyümək üçün tez gedə biləcəyimiz bir yol var, yoxsa vaxtı gələcək biz böyüyəcəyik? Ona görə bu yenə də gəlib çıxırıq qəlibə. Mən ümumiyyətlə heç bir qəlibə salmağın əleyhinəyəm. Qəlib belə ki, belə olmalıdır. Yox. Onda misal üçün biz qəlibə salmasaq Erkin bəy, yemək belə bişirilməlidir. Uşaqlar məktəbə getməlidir. Onlarla demirəm də, mən insandan danışıram. Yemək bişirməklə insan bişirmək biraz fərqlidir. Yeməklər belə inanın ki, qəlibə salanda dadlı çıxmır. O belə olmalıdır. Bədahətən olmalıdır. Çünki belə deyim, bir insanın əlinin enerjisi var da, onun ora duz tökməyinə, kimsə götürüb qaşıqla, enerjisiz bir adamın ora qaşıqla duz tökməyin fərqi, o yeməyin dadını təyin edən, bişirən adamdır. Şey deyil, ora qram qeyd olunmuş qəliblər deyil. Deyil. Onda enerjimiz də təsir edir dadına? Əlbəttə ki. İki adam eyni, istəsəz təcrübə apara bilərsiniz. Götürün, 5 dənə adamı verin, eyni çaydan, eyni sudan. Hamı çay dəmləsin və yaxud da yemək pişirsin. Və sonra onun dadlarına baxın. Çayın belə dadı fərqli olur. Bitkidə belə yoxlayın. 5 nəfər eyni bitkini, eyni toxumu, eyni torpağa, eyni belə fərqli dibçəklərdə əksinlər və qulluq eləsinlər. İnsan necədirsə, o bitki də elə bitəcək. İnsan necədirsə, bitki də elə bitəcək. Bəli. O cür olacaq. İnsanın həyatı, ruhu hansı yüksəklikdə, hansı aşağılıqdadırsa, enerjisi necədirsə, o elə də ona təsir edir.